Hər vaxtınız xeyir olsun. Gəlin birlikdə Google Chrome-dan Pabilik-dən sifariş yerləşdirək və öncə Google Chrome-a daxil oluruq və Pabilik səhifəsini seçirik. Pabilik. Və yuxarıda sağda adam şəkli var. Üzərinə vururuq. Belə bir səhifə açıldı. Belə bir səhifədə isə alıcı nömrəmizi daxil edirik və aşağıda isə açarı daxil edirik. Səhifəmizə daxil oluruq. Baxın, bu bizim şəxsi kabinetimizdir. Və səbətimizə daxil oluruq. Məntəqəni seçmək üçün görürsünüz, burada rüçka işarəsi var. Üzərinə vururuq və buradan məntəqəmizi seçirik. Məndə məntəqə hazır olduğu üçün mən seçməyəcəm. Baxın, bu aşağıda görürsünüz, yeni nöqtəni əlavə etmək. Üzərinə vurub məntəqə seçəcəyik. Məndə məntəqə seçili olduğu üçün məntəqəni seçmirəm və səbətə geri dönürəm və başlayıram sifarişlərimi yerləşdirməyə. Bu hissədə məhsulun kodunu daxil edirəm və məhsulu səbətə əlavə edirəm. Deyəlim ki, bir məhsuldan 2 ədəd istəyirəm. O zaman məhsulun üzərinə vururam. Çox təəssüflər olsun, bu məhsul ambarda olmadığı üçün bu məhsulu yoxlamayacağım. Başqa bir məhsul yoxlayacağım. Baxın, 50-87 yazıram və bu məhsuldan 2 ədəd istəyirəm. Görürsünüz, burada plus işarəsi. Plus işarəsinin üzərinə toxunarkən 2 ədəd olur və əlavə et düyməsini vurub məhsulu səbətə köçürürəm. Məhsulumuz artıq səbətə əlavə olundu və keçirəm növbəti məhsulu əlavə etməyə. Bu arada yeni qoşulan xanımlar, çalışın, fürsəti dəyərləndirin. Hazırda çox gözəl kampaniyalar, endirimlər var. Baxın, bu məhsuldan da 2 ədəd istədiyim üçün və yenə plus işarəsinin üzərinə vururam və artıq səbətimdə bu məhsul 2 ədəd olur. Baxın, kampaniyalar var. Hazırda kim kataloq qiyməti 30 manatlıq məhsul alsa, 1 ədəd endirim kuponu əldə edir ki, o endirim kuponunla da istədiyi məhsulu 50% endirimlə ala biləcək. Odur ki, aksiyalardan yararlanmağa çalışın. Hazırda kim üzv olacaqsa, kataloq qiyməti 40 manatlıq məhsul yerləşdirir və 33 manat ödəniş edir. Növbəti dəfə isə kataloq qiyməti 30 manatlıq sifariş yerləşdirdiyi zaman 25 manat ödəniş edir və 1 ədəd parfümləşdirilmiş duş geli, parfümlü dezodorant və ətir hədiyyə gəlir. Məncə bu şansı dəyərləndirin, şansı qaçırtmayın, çünki çox gözəl bir aksiyadır. 3 məhsul birdən hədiyyə gəlir. Əla fürsətli yazdır. Əsl yaz ətiridir. Həmin ətirləri də alarsınız, özünüz üçün də istifadə eləyərsiniz. Hər kəsi komandama üzv olmağa dəvət edirəm. Və baxın, görün, məhsullarımız necə də endirimli məhsullardır. Qiymətləri çox münasibdir. Ambar qiyməti və kataloq qiyməti burada fərqlidir. Zəif saçlar üçün olan şampundur. Hazırda səbətə əlavə etdiyim şampun. Hər birinizi Pabilikə dəvət edirəm və kimlər Pabilikdə üzv olub hazırda çalışır. Sizlərə də uğurlar arzulayıram. Çalışın ki,
Hər zaman öndə olasınız, uğur əldə eləyəsiniz. Hər zaman istəyin, addım atın və qalib olun, nail olun istədiklərinizə. Əlavə nəsə sualınız olsa, buyurub sualınızla bağlı yaza bilərsiniz. Hər birinizə uğur arzulayıram. Xeyirli, uğurlu, düşərli olsun inşallah. Əlavə sualınız olsa, mənimlə əlaqə saxlayarsınız. Və budur, xanım hədiyyə də qazanıb. Xanım 50 balçı olduğu üçün 3 ədəd məhsulu cəmi 2 manat 99 qəpiyə əldə edir. Hətta xanımın əlavə 70% endirimi də var bir ədəd məhsula. Sadəcə aldığımız məhsulların qiyməti çox münasib olduğu üçün 70% endirimli məhsulunu istifadə etmirik. Çünki onu daha bahalı məhsullara istifadə edəcəyik. Baxın, xanım cəmi ödəyəcək qiyməti sizə göstərəcəm burada. Xanım özü ilə bərabər dəvət gətirdiyi üçün 7 manat 44 qəpik maaş alıb və kataloq qiyməti 81 manat 2 qəpiklik məhsula ödəyəcək cəmi 54 manat 30 qəpik. Baxın görün nə qədər endirim əldə etdi. Xeyirli, uğurlu, düşərli olsun. Siz də çalışın, bu fürsətlərdən yararlanın və sifarişimizi bu cür bağlayırıq, rəsmiləşdiririk. Artıq sifarişimiz hazırdır. İnşallah sifarişimiz səhər açıldı. Sifarişimiz yığılmağa gedəcək. Və kimlər ki Google Chrome-dan istifadə edə bilmirlər, proqramı yükləmək istəyirlər. Baxın, görürsünüz, burada yuxarıda proqramın şəkli var və açmaq sözü yazılıb. Siz şəxsi kabinetinizə daxil olduğunuz zaman bunu yuxarı səhifənin üstündə görəcəksiniz bu hissəni və açmaq sözünün üzərinə toxunuruq. Belə bir səhifə açılacaq. Görürsünüz, burada yazılıb endirmək və endirmək sözünün üzərinə vururuq. Proqramı yükləməyə çalışırıq. Yazılır burada, yenə də endirin. Yenə də endirin sözün üzərinə vururuq və proqramı yükləyirik. Artıq proqram yükləndi və açın sözün üzərinə vurub proqramı açırıq. Məndə yuxarıda birinci yüklənən idi bu hissədə. Və baxın, proqramı açırıq. Bu cür açılır, bu cür yüklənir. Yenə də aç sözün üzərinə vururuq. Baxın, artıq proqram hazırdır, yükləndi. Proqrama necə daxil oluruq? Onu da sizə göstərəcəm. Məndə proqram olduğu üçün bu cür açıldı. Və proqrama giriş etmək üçün daxil ol sözünün üzərinə vururuq. Görürsünüz, alıcı nömrəsi yazılıb. Alıcı nömrəmizi daxil edirik. Məndə yaddaşda olduğu üçün mən yaddaşdan vurub daxil edəcəm. Yuxarı hissəyə alıcı nömrəmizi, 700 ilə başlayan nömrəmizi yazırıq. Aşağı açar bölümünə isə 5 rəqəmli açar yazırıq, daxil oluruq. Hansı ki, mesajda bizə açar gəlib, həmin açarı 5 nömrəli kodu yazıb daxil oluruq. Baxın, artıq səhifəm açıldı. Sifariş yerləşdirmək üçün səbətə daxil oluram. Və bayaqki kimi qeyd etdiyim kimi səbətə daxil olduqdan sonra çatdırılma ünvanını seçmək üçün görün, burada yuxarıda yazılıb. Məndə artıq seçili olduğu üçün var. Bu hissədən məntəqəni seçirik. Əlavə et düyməsini vururuq. Və istədiyimiz bölgəni, nöqtəni yazıb məntəqəni seçirik. Şəhər sözünün üzərinə vurub Bakını seçirəm və siyahıdan seçmək sözünün üzərinə vururam və davam et düyməsini vururam və məntəqəmin kodunu daxil edirəm.
Baxın, artıq məntəqəmiz çıxdı və üzərinə toxunub seçmək sözünü vurub seçirik. Xəritədə görürsüz, hətta məntəqə hansı ünvanda olduğu da xəritədə görünür aydın şəkildə. Yəni buradan da başlayırıq, lupa üzərinə vurub kodları daxil edib sifarişimizi eyni Google Chrome-da olduğu kimi rəsmiləşdirməyə davam edirik. Hər birinizə yenə də uğurlar arzulayıram. Əlavə sualınız olsa, buyurun yazın.